Dünyanın ən gözəl qızı, dünyanın ən yaraşıqlı oğlanı ilə evlənsə, xoşbaxtlıq olmayacaq orada. Orada xoşbaxtlıq yalnız bir şərtlə ola bilər ki, o iki insan ikisi də Allah axtarırlar. Allaha ibadət edirlər, qulluq edirlər. Hədəf özlərində deyil, başqasındadır. Və ona görə sevgililər bir-birini Allahlaşdıranda, bütə çevirəndə, burada mütləq fiyasko olur. Mütləq. Bəzən insanlar şikayət edirlər, biri ərindən şikayət edir, o birisi arvadından şikayət edir, kifayət qədər diqqətin olmamasından, nə bilim nədən. Deyirəm, bir dəqiqə dayan, Allahın sənə diqqəti var, yoxdur, bu barədə heç düşünmüsən. Allahın diqqətsizliyini görmüsən, nə qaytarmısan ona bəs? Heç bir şey. Sən heç bu barədə düşünmürsən də, ərindən diqqət ummursan. Və ya məsəl üçün qadını hədəfə çevirir, qısqanclıqdan boğulur, ölür sonra. İnarsız, bir qadını hədəfə çevirir, bütün fikri odur, zikri odur. Sənin işin gücün qurtarıbdır. Ya da öldürür. Ya da öldürür, hə. Sən, bu qadın sənin üçün Tanrıya bərabər oldu, yəni. Bütün həyatın, fikrin, zikrin odur. Başqa Və bunun adın sevgi deyil. Mən ancaq onu düşünürəmsə, bu xəstəlikdir. Yəni, real olaraq danışsa, bu xəstəlik. İkinci ən böyük xəstəlik uşaqları həyatın şeyinə, məqsədinə çevirmək. Bu da çox böyük, geniş yayılmış təhlükədir.